31 Mart nə günüdür? Bu suala cavab verin də zəhmət olmasa. Millətimizin ən ağır faciəli günlərindən biridir. Tarixində misli görünməmiş, soyqırıma məruz qalmış xalqımızın faciəli günüdür. Erməni vandalları tərəfindən xalqımıza əsrlər boyu dəhşətli surətdə terror törətmiş, bədnam, heç bir insanlıq simasına uyğun gəlməyən, bədbin, nə bilməm, məhv olmuş, nə bilməm, qəddar, insan siması itirmiş bir varlıqların bizə qarşı olan terrorudur, xalqımıza qarşı terrorudur. Əsrlər boyu dəfələrlə biz soyqırıma məruz qalmışıq. Ermənilərin havadarları olub, təkcə ermənilər öz başına bizə terror törətməyiblər. Olan havadarlar olub, Rusiya çarizmi, İngilislər, Fransızlar, Amerikanlar və digərləri. Allah onları məhv eləsin. Amin. Bu neçənci ildə baş verib, deyə bilərsiniz? 18-ci ildə. Təşəkkür edirəm, çox sağ olun. Bakıda, hər yerdə, Şəkidə, Şirvanda, Şamaxıda, Qubada, Qərbi Azərbaycanda, İrəvanda, Cənubi Azərbaycan ərazimizdə hər yerdə bizə qarşı 700 mindən çox insanımız qırılıb. Tarixi araşdırmalar aparırlar bizim alimlərimiz. Çoxlu kütləvi surətdə ən dəhşətli belə qırğın törədiblər bütün Azərbaycanın hər bütün ərazisində. Sonra Allah şükürlər olsun ki, axır Azərbaycanın öz qəhrəman oğulları, sonra Osmanlı İmperiyası tərəfindən gələn kömək sayəsində onların qarşısını ala bildik. Onları da biz 30-cu yerlərinə, ona baxmayaraq yenə də Sovet dövründə yenə həmin siyasi yeridildi. Torpaqlarımızı zəbt elədilər. İndi oturublar bizim torpağımız İrəvan xanlığında. O da bizim əzəli torpaqlarımızdır. İnşallah o torpağı alar olan əllərini ondan sonra Allah başlarına gələr. Azər Əmrəslanov. Lap yaxşı. 31 Mart nə günü qeyd olunur? Soyqırım günü kimi qeyd olunur. Neçənci ildə bu baş verib bilirsiniz? Neçənci il? Yox, yaddan çıxıb. Azərbaycanlıların soyqırım günü. Neçənci ildə baş verib bilirsiniz? Yox, ilin bilmirəm. Azərbaycanlıların milli soyqırımı. Bu hadisə... Çox sağ olun. Bu hadisə neçənci ildə baş verib? 1905-də səhv eləmirəm. Yox, 1918-ci ildə. 18, hə, 1905-də də olub qırğın, amma o 1918-də olub. Biraz texnik səhv getdi. Bizi 31 Mart hansı gün kimi qeyd olunur? Bəli. 31 Mart, mən jurnalistəm. Jurnalist çəksiniz, mən neçə dəqiqə? Yox, mən bir sualıma cavab verin də, zəhmət olmasa.